Bugün çox ləzzətli ətli piroqun hazırlanmasını bölüşürəm. Əvvəlcə bir qaba 1 stəkan ilıq su, 1 stəkan ilıq süd, 1 çay qaşığı maya, 1 çay qaşığı şəkər tozu və 1 çay qaşığı duz əlavə edirəm. Və 1 ədəd yumurtanın ağını 100 ml duru yağ əlavə edib yaxşı-yaxşı qarışdırıram. Və duru kütləmin üzərinə 4 stəkan yarım ələnmiş un əlavə edib yumşaq xəmir yoğururam. Üzərini örtüb isti bir yerdə mayalanmağa qoyuram və bu arada içliyini hazır edirəm. İçliyi hazırlamaq üçün 300 qram qiyməni tavaya əlavə edib üzərinə duru yağ əlavə edirəm. Və bir baş soğanı xırda-xırda kub-kub doğrayıb ətin üzərinə əlavə edib bir yerdə qovururam. Ədəvalardan kim nə istəyir əlavə edə bilər. Mən 1 çay qaşığı duz, yarım çay qaşığı sarıkök, 1 qədər qara istiot və 1 qədər pul biberdən istifadə etdim. Və 1 ədəd kartofu xırda-xırda kub-kub doğrayıb yenidən ətin üzərinə əlavə edirəm. Ağzı bağlı şəkildə bir qədər bişməyini gözləyirəm. Və kartof da bir qədər yumşaldıqdan sonra yarım dəstə keşnişi xırda-xırda doğrayıb ətin üzərinə əlavə edirəm. Əti qarışdırıb kənara qoyduqdan sonra xəmirin hazırlanmasına keçirik. Acıyan xəmirin havasını aldıqdan sonra 3 bərabər hissəyə bölürük. Və 1 sm qalınlığında kündələri açmağa başlayıram. Mən yapışmaz qəlibdən istifadə etdiyimə görə alt hissəni yağlamadım. İstəsəz siz kərə yağı ilə yağlaya bilərsiniz. Xəmiri qəlibi tam şəkildə yerləşdirdikdən sonra kənarda əritdiyim kərə yağı ilə üzərini yağlayıram. Və kənarda bişirdiyim içliyi 2 bərabər hissəyə böldükdən sonra xəmirin üzərinə əlavə edirəm. Zövqə görə kim istəsə Holland pendirindən də istifadə edə bilər. Mən bir qədər aralarını sərtdim. İkinci kündəmi də 1 sm qalınlığında yaydıqdan sonra ətin üzərini örtürəm. Və yenidən kərə yağı ilə yağladıqdan sonra yerdə qalan içliyi əlavə edirəm. Və bir qədər də Holland pendiri əlavə etdikdən sonra yerdə qalan 3-cü kündəmi də 1 sm qalınlığında yayıb ətin üzərini örtürəm. Üzərinə 1 ədəd yumurtanın sarısını çəkib çörək otu ilə bəzəyirəm. Və əvvəlcədən isitdiyim 180 dərəcəli sobada alt-üst rejimdə bişməyə göndərirəm. Üzəri bir qədər qızardıqdan sonra götürmək olar. Axşama qalsa belə çörəyi yumşaq, içi ləzzətli, ətli piroq alınır. Mütləq siz də hazırlayın. Hazırlayan hər kəsin iş olsun. Mənə abunə olmağı unutmayın. Mənə dəstək olmaq üçün videonu bəyənib yaxınlarınızla bölüşməyi unutmayın.